Salam dostlar, mən istəyirəm bizim söz analizi rubrikasında daha bir mətləbdən də bəhs eləyək qısaca da olsa. Biz hamımız yazarıq, redaktorıq, yəni mətnlər düzəldirik və yazırıq. Mən çox vaxt görürəm ki, yazarlar nəyin problemini yaşayır. Sözlər onların üstünə qaya kimi uçur və istedadın, intellektin çatmayanda sən o sözlərin məfhumlarının altında qalıb əzilirsən. Yəni bəhs elədiyin mövzuya uduzursan, istifadə elədiyin söz səndən daha güclü çıxır, onu ram eləyə bilmirsən. Yəni bu divlərlə savaşa bənzəyir. Yəni yaradıcılıq əslində üstüvə div kimi gələn sözlərlə döyüşmək və onları ram eləmək sənətidir. Sən nə qədər nəhəngsənsə, nə qədər şəxsiyyətin, intellektin, istedadın, nə qədər ilhamın, nə qədər güclüdürsə, sözləri o qədər yaxşı ram eləyə bilirsən. Və böyük sənətkarlar təkcə sözdən öz mənasını almaqdan əlavə, yəni sözü özünün əks mənasını verəcək dərəcədə ram eləməyi bacarırlar. Yəni elə eləyirlər ki, söz nəinki ona tabi olur, hətta özü öz üzünə dirənir, özü özünü inkar eləyir. Bilirsiniz, bu müharibədə qarşı tərəfin elə bir generalını götürüb, öz ölkəsinin əksinə istifadə eləməyə bənzəyir. Yəni sən o qədər güclü olmalısan, onu elə hipnoz eləməlisən, onu elə inandırmalısan ki, o öz ordusunun əleyhinə gedib vurursun. Yəni təxminən sözlə rəftar da buna bənzəyir ki, sözü öz mənasının, ilkin mənasının əksinə yönəldə biləsən. İndi misal deyəcəm sizə, ağzını derlərdi, yox dediklərincə var imiş. Və üstəlik bunu hansı mətləblər üzərində dediyini oxuyanda adam riqqətə gəlir doğrudan da. Əlləri yuxarı qaldırırsan ki, ilahi bu hansı istedaddır, hansı zəkadır, hansı dərinlikdir. Deməli, söhbət nədən gedir? Deməli, irfanda sirri dəhan deyilən bir anlayış var. Yəni, burada belə bir sual qoyulur ki, kun kəlməsi ilə bütün dünya yarandı. Bəs bu söz hardan gəldi, özü, bu kun kəlməsi hardan gəldi? Allahın ağzı varmı? Allah da maddi varlıq olmadığı üçün, yəni bu sualı vermək ədəbsizlik sayılır və buna kontrargument kimi qoyulur ki, heç insanın özünün ağzı yoxdur, o da ki, Tanrının olsun. Yəni doğrudan da bizim ağzımız yoxdur, bizim ağzımız boşluqdan ibarətdir. Dil, diş, damaq, dodaq, boğaz birləşib ağzı əmələ gətirir. Ona görə də insanın ağzını bir əməliyyatla dəyişmək və yaxud onu ümumiyyətlə götürmək mümkün deyil, o maddi deyil. Biz heç vaxt barmağımızı ağzımıza vura bilmərik, ağzımıza sala bilərik, boşluqdur. Amma ağzımıza vura bilmərik, çünki maddi deyil. Deməli, bu özü olmadığı üçün, yoxluq olduğu üçün, oradan gələn, yoxdan var olan da sirri dəhandır. Yəni, ağzın sirridir, o yoxluğun sirridir. Ona görə Füzuli söz qəzəlinə belə başlayır. Deməli, xəlqə ağzın sirrini hərdəm qılar izhar söz. Cəmaata ağzın sirrini izhar edir, yoxdan. Bu nə sirdir ki, olur hər ləhsə yoxdan var söz.